Səhəri bu şirin, təmiz, səliqəli hostelldə açdım. Çox rahat idi. Fərqli otaqları var. Mən xanımlar üçün olan otağı tutmuşdum. Məndən başqa bir xanım vardı. O da Azərbaycanlı. Çıxdım ki, yağış yağır. Yağış yağsa da həyat normal ritmində. Sakit, yavaş, huzurlu. Bu düşüb məhsullarını yolum düşdükcə Gürcüstandan alıram. Yenə bolca aldım. Elə bil xaçapuri, lobyani yeməyə gəlmişəm. Səhər yeməyim havalı xaçapuri oldu. Sonra da Batum'daki favori məkanım. Biraz işlədim, biraz zövq aldım. Bugün diş həkim görüşüm vardı. Olacaqlardan xəbərsiz həvəslə gedirdim. Fərqli cür xəyal eləmişdim, amma biraz fərqli keçdi. Bir ara tufan qopdu. Sonra mən tufan qopardım. Nəticə olaraq implant prosesinin çətin hissələrini geridə qoydum. Ən azından elə xəyal edirəm yenə. Güya digər sevimli məkanımda dostlarımla görüşüb axşam yeməyi yeyəcəkdim. Görüşməsinə görüşdük, amma dişə görə onlar yedi, mən də izlədim. Yağış dəniz tərəfə getməmə imkan vermədi. Həkimin yazdığı dərmanları aldım, hostelə doğru. Sabah uzun yol var.